DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şərait və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər. Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli fərmanı ilə DOST agentliyi və DOST mərkəzlərinin yaradılması son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri bir pəncərədən müasir, çevik, şəffaf vətəndaş məmnunluğuna uyğun təqdim edilir. Qeyd edilib ki, DOST xidmətləri şəbəkəsi daim genişlənir və bu şəbəkə artıq Tərtər rayonunu da əhatə edir. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST mərkəzi, 2 DOST filialı, Smart DOST xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə də DOST filiallarının yaradılması üçün layihə, təmir tikinti işləri aparılır. Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, sakinlərin müraciətlərində əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi, həmçinin məşğulluğunun təmin edilməsi üçün müraciət edən vətəndaşların aktiv məşğulluq proqramlarına cəlb edilmələri və s. barədə tapşırıqlar verib. Tərtər DOST filialının 2 mərtəbədən ibarət binası modern və konstruktiv elementlərlə müasir üslubda layihələndirilib. Bir binanın ümumi sahəsi 680 kvadratdır və bina xidmət sahəsi və inzibati sahədən ibarətdir. Xidmət sahəsində bizim sosial agentlər, bizim DOST agentliyinin göstərdiyi 162 xidmətdən 125 xidməti bizim vətəndaşlara təqdim edir. Burada DOST agentliyindən başqa bizim arxa ofislərində, yəni məsələn sosial xidmətlər agentliyi, Dövlət Məşğulluq Agentliyində xidmətləri təqdim olunacaq. Eyni zamanda bunu qeyd eləmək istəyirəm ki, filialın 9 nəfər işçi heyəti olacaq və həmin heyət də bizim vətəndaşlara sosial sahədə yüksək keyfiyyətli sosial xidmətləri göstərməyə hazırdır. Burada gün ərzində orta hesabla 80-ədək vətəndaşın qəbulu nəzərdə tutulur.